kifayət qədər böyük faizlər hesablanırdı. Nəticədə bu nəyə gətirir? Vətəndaş kartı götürür, xərcləməyə başlayır, xərcləməyə təşviq olunur. Amma onu qaytarmaqda yubananda zaman baxımından, hətta bəzi hallarda gündəlik faiz ciddi rəqəmlə ifadə olunurdu. Ona görə də yəni Mərkəzi Bankın bu istiqamətdə atdığı addımı biz alqışlayırıq, təqdirə layiqdir. Çünki bu addım imkan verəcək ki, artıq bank vətəndaşın gəliri nəzərə almaqla həmin kredit xəttini açsın. Və kredit xəttinin açılması da imkan verəcək ki, vətəndaş öz gəlirinə uyğun xərcləyə bilsin. Yəni, xərcləyib, sonradan onu qaytarmaq və ya qaytara bilmək xərclədiyi pulu qaytara bilsin. Təbii ki, vətəndaş xərclədiyi pulu da, sözsüz vətəndaş bankdan götürürsə o pulu geri qaytarmalıdır. Çünki bankın da digər öhdəliyi var. Amma bank da maraqlı olmalıdır ki, vətəndaşa cərimə yazmasın. Vətəndaş elə bir limit aşmalıdır ki, vətəndaş həmin pulu banka qaytara bilsin. Bəli. Vüqar müəllim, son suallarımdır. Dərman qiymətləri, dərman xərclərimiz